Yayımın baş sponsoru Majid Otel Sanatoriyası. Xarika xanım da çox gözəl görsənir. Onu çəkməyin, bunu çəkin. Çəkin, nə istəyirsiniz çəkin. Tamam, qızımın otağı. O vaxtı, bax, burada 3 yaşı var. 3 yaşı. Bizim kopya. Hə, bu da məktəbdən. Necə bir 7 qulluqçu ilə işlə? Mən gələk öz yeməyimi gələk özüm eləyəm. Balaşın qızı, ay Allah, can. Rəsul, bu şey üstünə şey düşüb, bir dənə dəsmal gətirib onun üstünü silək. Onu təmizləyirəm. Torta bulaşıb şeyin üstü. Salam. Maşallah. Hər vaxtınız xeyir olsun. Gözəl insanlar, dəyərli insanlar. Hər birinizi salamlayırıq. Hər birinizə gözəl əhval-ruhiyyə arzulayırıq. Yenə saat 8 oldu, deyəsən bir 5-10 dəqiqə gecikmişim, olmaz gecikmək. Dəsmal ver, brandır silə, şey oluram, əsəbləşirəm. Dəsmal gətir, bransı. O gün tortun içine düşdü bu. Hay Allah, necə gözləyirəm mən bu gün ki, oturaq sizlə. Yeyib içməkdir, söhbət eləyək, yəni oturaq, dərdləşək belə. Yeyib içmək yoxdur. Mən sizi nədən çox istəyirəm? Can, çiçək, çox təşəkkür edirəm. Mən də sizi çox istəyirəm, əzizlərim. Nə olub Elgiz müəllim? Heç nə. Sağlığın, gözəlliyin. Nə olacaq can, ürəyim? Heç nə. Yaxşı olacaq. İrəlilən dəqiqələrdə qonaqlar gələcək. Bugün yenə də burada bir vur çatlasın. Bir vur çatlasın nə olacaq ki, inşallah gəl görəsən. Kim var, kim yox? Hə? Cadunun təyini və nəsə kimsə yazıb ki, yəni reklamını edir. Pastel bağlılığı edilir. Pastel bağlılığı nədir? Başa düşmədim. Caduyla. Hə? Pastel bağlılığı nədir? Anlamadım. Caduyla insanları bir-birinə Bilmiyorum ki, bizim verilişimizin nə əlaqəsi var? Burada pastel bağlılığına mən bizim... Pərvanə gəlir, gəl. Pərvanə zəng edin. Pərvanə yolda çatır. Bilmirəm, Pərvanə gəlmədi, bugün onun sözü var. Can, çox sağ ol, Zərin, ürəyim, çox təşəkkür edirəm. Ay tənim. Canım, ürəyim, yaxşıdır, şükür Allaha. Dünən tamaşaçı yazır ki, heç otağını göstər. Uşaq nə bilim, belə də mən istəmirəm də uşaq çıxsın. Nə bilim, heç vallahi mən istədiyim özü də istəmir. Hələ bu haqda fikirləşirəm. Yəni ki, mən fikirləşirəm ki, bu televiziya bilirsiniz, efir, televiziya o qədər belə bağlılıq yaradır ki insana. Mən istəmirəm ki, uşaq elə balaca vaxtından gəlsin bu televiziya meydançası, ondan sonra çəkilişlər filan. O uşaq qorxuram alışar. Yəni televiziya alışır, sonra deyər ki, mən televiziyada işləyim, mən də onu istəmirəm. Uşaq istəmirəm. Çətindir, televiziyada işləmək çox çətindir, çox. Xörək pişirmək yox, salat filan hazırlamağı mən sevərəm, mən sizə deyim. Xoşum gəlir, məsələn, ayrı-ayrı salatlar olur, amma belə xörək pişirmək, yəni bu mənlik deyil də, bacarma. Oy! Can! Xarika xanım, demək, bizim verilişimizə gələndə 3 mənim qədər idi. Çox kök qadın idi da, belə. Sonra elə oldu ki, bilmirəm nəyə görə, nədən qaynaqlandı bu, o qarşına məqsəd qoydu ki, arıqlayacağım, neyi var? Acığa, da bilməm kimin acığına, bunu mən bilmirəm. İndi özü açıqlama verər ki, o kimin acığına belə arıqladı, maşallah. Tam qaydadasınız. Neçə kilosun indi? İndi 50. Oy doğru. Heç ağlıma gələr ki, haçansa sən 50 kilo olacaqsan. Yox, 50 kilo olmamışdım. Maşallah, gəl əyləş. Çox gözəl. Bax, indi burada bilirsiniz necə çoxlu açıqlamalar eləmək lazımdır. Maraqlı açıqlamalar. Deyirlər ki, tez-tez Dubaya gedir, orada da insanların üzünü düzəldir. Dubay xanım, şeyxlərin, həyat yoldaşlarının üzünü nətər ilə gözəlləşdirən Xarika xanım deyirlər sizə. Siz deyirsə, bu Dubaya siz gedirsiniz, gəlirsiniz, bu biletinizi adınızı o xanımlar alır, elə hamısını? Yox, əslində mən onu əvvəlcədən planlaşdırıram. Özün alıb gedirsən? Yox, onlar yığılırlar. Yığılırlar, ərəb xanımlar. Nə dilində danışırsan sən onlarla? Yox, bizim orada tərcüməçimiz var. Tərcüməçi sizi incitmirlər ki, sən olar. Yox. Habibi, bu nə deyirsin məsələn, düşmürlər ki, üstü və hərdə? O problemi yaşamaq. Onları razı salmaq olar. Vay, çətin deyil sənin işin. Amma deyirlər ki, pul məsələsində çox şeydirlər. Pul saman kimi olarlar. Xəzəl kimi xərcləyirlər, belə.
Ona görə sən əsas gücü vermirsən ora. Burada pasientləri də qəbul edirsən təbii ki. Burada pasientlərimizi qəbul edirik. Ayda bir dəfə belə. Hə, gəlirsiniz, ayda bir dəfə demək bütün gəlirlər insanlar, prosedur həyata keçirirsən belə filan. Sən ailəlisən, ərdəsən, yoxsa yox? Bir oğlum var. Bilirəm, oğlu bilirəm, amma yoldaşından ayrılmısan. Bəli, yoldaşımdan ayrılmışıq. Xarici idi yoldaşın, yoxsa? İran vətəndaşı idi. Ha, İranlıya getmişdin sən. Harada tapmışdın onu sən Allah? Bir rəfiqəmin yoldaşının dostu idi. Ha, rəfiqənizin yoldaşı. Sənin rəfiqənin yoldaşı da İranlı idi. Ha, orada məclisdə gördünüz bir-birinizi. Yox, bir-birimizi belə tanışlıq oldu. Hə, necə oldu tanışdıq sən Allah? Elə belə oturdunuz, hə, görüşdünüz. Belə oturduq. Düzdür, mən evlilik qərarını çox tez verdim. Aha. Tez sevincək oldu. Yox, nə bilim, fikirləşdim ki, hə deyim, sonra bəlkə o da elə oldu ki, daha gördüm ki, yox. Bu adam elə sən görən kimi sən evlilik təklif elədi. Evlilik təklif elədi 4 gün sonra. Ha, 4 gündən sonra ki, gəl evlənək. Aha, nə sənət sahibi idi o? Genetik idi. Ha, genetik, tip sahəsində çalışan adam idi. Ac idi, yoxsa belə pis deyildi? Yox, yaxşı idi, aca mən getməzdim də. Hə, lap yaxşı. Mən bəyəfəndini tanımıram, yalnız elə soruşuram, sonra narışıq yaratmasın. Aha, demək, normal idi, sonra 4 gün içində sizə evlilik təklif oldu, gəldi evinizə elçi filan. Elçi gəldilər, bəli. Aha, evdəkilər bəs necə münasibət? Evdəkilər qətiyyən razılıq vermədilər. Yəni, bugünkü gündə də mən fikirləşirəm ki, kəşk onların dediyinə qulaq asardım. Demək, evdəkilər qəti etiraz edirdilər, deyirdilər ki, sənin adamın deyil bu. Onlar neyi nəzərdə tuturdular, belə deyirdilər ki? Ümumiyyətlə, nə bilim, düzdür, indi elə Azərbaycan qızlarımız var ki, İranlı ilə evləniblər, çox xoşbəxtdilər. Mən İran psixologiyasından Azərbaycan psixologiyasını tam fərqli hesab edirəm. Məsələn, nədir bizim fərqimiz? Sən İrana getdin, bir xanım gəlinlik elədin, getdin orada da qaldın. Orada da qalırdıq, burada da qalırdıq. Var idi ev, baldızlar filan. Bəli. Nə qədər adam var idi evdə? Evdə atası, anası idi bir, amma hamısı ailəli idilər, o xaricdə yaşayırdılar hamısı. Çox maraqlı, xarici ölkələrdə yaşayırdılar. Bəli. Sənə qarşı münasibətlərini? Çox yaxşı. Ailəsini mən bu münasibətə ümumiyyətlə qatmıram. Amma çox maraqlı oldu, mən elçiyə, toy. Amma mən bildiyim qədər, eşitdiyimə görə toya bir gün qalmış, sən vaz keçirsənmiş ki, mən daha alınmaz bizdə. Bir gün qalmış. Toy günü. Hətta toy günü. Dedin, yox, mən artıq istəmirəm. Niyə? Nə bilim, biraz anlaşılmazlıqlarımız olmuşdu. O da həmin gün fikirləşdim ki, bəlkə nə qədər gec deyil. Cəmaat demək dəvət olunub, restoranda hamı oturub, gəlin gəlməlidir. Gəlmir ki, yox, gəlmir. Gəlin də deyil ki, İctimaiyyətin fikri. Amma yenə də qurban elədin özünü, oradakı adamlara ki, gəlirlər. İctimaiyyətin fikrinə. Mən bugünkü gündə amma deyirəm ki, yenə də bəylərə görə yaxşı ki eləmişəm. Hə, uşağa görə deyirsən ki, yaxşı ki eləmişəm. Vay. Son anda. Yaxşı, nə olmuşdu? Nə baş vermiş ki sən ona? Danışırıq da, nə var danışaq da. Nə olmuşdu ki? Nə bilim, biraz anlaşılmazlıqlarımız olmuşdu. Qısqanclıq, özün də bilirsən də, bunun qısqanclığı ifrat dərəcədə idi. Yox, mən bəyəfəndini tanımıram. Yəni, səndən eşitmişəm. Mənim başıma gələnlərdən azdan çox qısqanır da sənə. Və bu, neçə evli qaldınız siz? Başda 10 ilə yaxın. 10 ilə yaxın gitmə evli qaldınız, çox qısqanırdı. Çox maraqlıdır ki, toy günü. Belə şeylər çox olub amma həyatda. Çox olub. Gəlin qaçdı toy günü. Yox, heç başqa adamdan yox. O heç, onu demirik. Yəni, vaz keçdi. Ki, istəmirəm, taardı. Getmirəm, yəni, belə şeylər deyirəm, yəni. Amma hər halda deyirsən ki, bəylər var da, ona görə deyirsən. Bəylərə görə mən hər gün 1000 dəfə şükr edirəm. Bunların yeməkləri filan, bax deyirsən ki, bizdə çox fərqlidir bu İran mədəniyyəti və Azərbaycan. O Azərbaycanlı idi, bildiyim. Azərbaycanlı idi, amma bunlarda daha çox fransız şeyi var idi. Nə? Bunlar hamısı Fransada oxuduqlarına görə biraz fransız mədəniyyətinə üstünlük verirdilər, ailənin yarısı. Deyərdim ki, ailənin çoxusu bir dənə bu İran psixologiyasının belə ifratı idi. Sən bəxtindən. Məsəl üçün, bəylərin əmisi Danimarkada çox tanınmış həkimdir. Babası akademikdir, dil üzrə, şərqşünaslıq üzrə. Nənəsi kimi yenə ingilis dili üzrə professor idi. İranda. Bibiləri, sonra... Yəni, hamısı demək olar ki, sadəcə olaraq bir dənə bu
Vay vay, incidirdi səni, əl qaldırıb sənə heç? Yox, əl qaldırmaq yox, yəni psixoloji olaraq çox baskı eləyir. Məsələn, neyinirdi, necə? Məsələn, ora getmə, bu olmasın, o olmasın, ümumiyyətlə çevrən olmasın, bloklanmış şəkildə yaşa. Görsən, baxır, çox ərindir, deyir, otur da, nə var? Deyir ki, otur da. Sən bilirsən ki, bu xasiyyət belədir, bəs niyə gedirdin ona? Bilmirdin, bilmirdin ki, bu şəkildə. Əvvəlcədən biz şək kəsmədik ki, bala... Əvvəlcədən imam evladıydı. Sağ Allah. Baxıldı görsən. Və eşitdiyimə görə xarici ölkələrlə aparıb səni. Yoxsa sizən aparıb səni, ya bilmirəm bu necə olur? Yox, xarici ölkələrə getmişik, qardaşı gilə getmişik. Aha. Getdi, sən necə qarşıla? Otelə apardılar, ayrıca otelə, yoxsa? Yox, evlər, şəxsi evi var idi, qardaşı gildə qalmışıq. Orada nələr baş vermişdi? Maraqlı nə baş vermişdi orada? Dur da, istəmirsən onu danışma. Yaxşı. Və dostlar, təşəkkürümü bildirirəm canım. İnsanı tanımaq olmur. Bəli, insanlar, amma çox tez tələsmirsən də sən. Məsələn, cəmi 4 günün içində qərar vermək ki, mən ailə qururam, bu məncə doğru deyil. Bu məncə doğru deyil. 4 gün içində bu olmaz. Heç olmasa bir ay belə gələk bir danışardınız. Bir 4 günə mən evlilik qərarı verdim, amma yəni bu bir 2-3 ay davam elədi. Sual verir ki, bəs necə arıqladın? Necə arıqladın? Mən danışdım da, Elşad Rızayev bariatrik əməliyyat. Bəli, əməliyyat elədi. Bəli, bizim həkim verilişdə olan Elşad bəy onun əməliyyat elədi. Ondan sonra həyatının yeni bir səhifəsini açdı. Yaxşı, niyə görə əməliyyat elətdirdin, arıqlatdın özünü? Çünki əməliyyata qədər mədə botoks eləmişdim, mədə balonu eləmişdim. Çox böyük xərc çəkərək diyetoloqlarla işləmişdim. Türkiyədə belə diyetoloqum var idi. Sonda belə qərara gəldim ki, ya bunu kəsib atmaq lazımdır, ya da ki, köklüklə barışmaq lazımdır. Köklüklə də barışa bilmədim. Deyirəm ki, o vaxt sən Braziliyaya gedəndə suya ki, atlanmışsan, o boyda bədənlə atlatmışdın. 86 kilo idim onda. Atlandın suyun içində onda. Gördüm ki, orada nəsə danışırlar. Özdə okeana. Okeana. Ona görə tsunami oldu. Xəbəri var, dedilər ki, tsunami bütün okean açdı, daşdı. Gördüm ki, orada Braziliyalı qız nəsə bu tərcüməçiyə nəsə deyir, hirslə deyir də. Mən də qayıtdım ki, nə deyir də o sizə? Deyir ki, yox, boş verin də. Dedim, yox, tərcümə edin də, görüm nə deyir. Deyir ki, yəni 86 kiloda bir dənə adrenalin çatmırdı da. Demək, çıxıb insanlar hündür yerdən atlanırlar vertolyotla. Vertolyotla, paraşütlə atlanırsan suyun içində. Sən də 86 kilo. Mən də adrenalin. Sən də adrenalin istəyirsən, çıxmışsan əlinməz vertolyota. Oradan istəyirsən git, oradan kəllə vurasan dənizin içində. Çox sağ ol. 86 kiloda yəni hər şey çatırdı, bir dənə adrenalin çatırdı. Aha. Və çıxdın vertolyota. Bu söz mənim xoşuma gəlmədi, dedim ki, yaxşı. Çıxdın oradan, özünü attın suyun içinə. Atdım. Bəs sonra nəticəsi nə oldu? Mən bir də ayıldım ki, sahildəyəm. Mənə skuterla çıxardıblar, uşumu itirmişəm. Yəni, bütün bir tərəfim qapqara idi. Yəni, elə bir, onlar mənə başlayırlar ki, 9 mərtəbədən üz aşağı beton üstə düşmüsən. O şəkildə. Vay. Xəstəxanəzdə düşmədin? Yox, prosta da yüngül belə. Xəsarət. Amma ölə də bilərdin. Əlbəttə. Yox, ölmə şey yox idi, qoruyucuları var idi. Prosta o çəki ilə elə bir risk olmazmış. Orada dedin ki, mən gəlin Bakıya əməliyyat edəcəm. Yox, orada gələndən sonra 26 kilo yenə arıqladım, yenə təzədən kökəldim. Anladım. Bəli, kosmetoloqdur, salam, yazılar, vay, insanlar şok olublar. Deyirlər ki, yaxşı qutarmısan. Mənim əməliyyat rəddində İlgiz verib. Siz Maya xanım verilişə müraciət etməlisiniz. Canım mənim, belə olmur. Gərək verilişə müraciət edəsiniz. Allah hər kəsə kömək olsun. Xariqə, niyə verilişə çıxmır? Bax, görürsünüz, çıxıb bizdən. İndi düzdür, veriliş deyil bu. Söhbət edirik. Yaxşı deyir, qutarıb belə. Şükürlər olsun, bəli, yaxşı. Bu nə deyir? Cadun təqdim və təmiz. Hər dəqiqə mən elə biləm, vətəndaş yazır. Baxıram. Yəni, bunu sən var, yazdım, bildikdə başa düşdük. Başına dönərəm sənin. Və İlgiz, nə var, nə yox, yaxşılıqdır. Oxuya bilmədim. Deyirlər, sən çünki də şirin xanımdır. Çox sağ olsunlar. İndi səzdən ailə qurmaq, zat belə fikrin yoxdur. Elə bir şey düşünmürəm. Çünki oğlum var. Oğlum mənim həm sevgilimdir, həm ərimdir, həm oğlum. Çox şirin uşaq. Kəşk gətirəydin onu. Uçurdardı buranı. Ayıbı yoxdur, nə olsun ki?
Mən çox sevirəm uşaqları, dəhşət çox sevirəm uşaqları. Deyirəm ki, uşaqlardan ki, söhbət düşdü, bunlar məni öldürürlər ki, bəs sən niyə uşaq gəlmir, getdirəm, bir ki, uşağın otağı göstərək. Olar, uşağın otağı göstərim, şəkillər falan da var orada. Mən inansam, burada olan insanları doğma insan kimi sayıram da, bax, burada nə qədər ki, insan var, mən hesab edirəm ki, onlar mənə əziz olan insanlardır. Və, nə bilim, çox yazırsınız mənə, çox deyirsiniz. İndi otağı göstərərəm sizə. Aha. Əlac edirik, bəli, niyə əlac eləmirik? Nə qədər milyon deyir, verişə çıxıb əlac niyə eləmirik? Ehtiyacı olanlara. Ehtiyacı olanlara, da afristkara, maşşediçalara, çox bilmişlərə, ondan sonra gəlmə özünü orada yazıq görkəmdə qoyub, atdan iş çevirənlərə yox. Onlar biz təyin eləyib, bu qapıdan girir, o qapıdan nəyə var, çıxır. Bəli. Sən cüyazdakı çox abırlı həyalı xanımdır, can. İnşallah indi otağını göstərərəm, şəkilləri göstərərəm, problem deyil. Mən xoşlamıram da, uşaq belə çıxardım, nə bilim, heç sevmirəm belə şeyi. Yubar eləmişsən alçanın? Eləmişəm. Canım. İrələn dəqiqələrdə qonaqlarımız olacaq, dostlar. 8 yaşı var, ürəyim. Allah sizinkiləri saxlasın. 8 yaşı var. Sən supersən, Sudaya yazıb. Çox sağ olun canım, çox təşəkkür edirəm. Çay soydu, hə, düz deyirsən, deyil çayımız soydu. Həmişə kimi də sənin süfrən var. Hə, Xariqanın uşağı neçə yaşı var? Xariqa, bəyəfəndi səninlə maraqlanır. Belə gəlsiniz, sənə elçi çıxacaq, çox maraqlanır səninlə yazır. Deyir, uşağın neçə yaşı var? 6-nın içində. Uşaq 6-nın içində. O uşaq fransızca bir şeir desin sizin üçün. Uşaq nə şirin, nə şirin. İngiliz, fransız, hamısı. Banan dil yoxdur, stolda. Niyə yoxdur? Banan xoşlayansan deyəsən sən. Var, orada meyvənin üstündə qoymuşum. Hər şeyə fikir verirsiniz, yaxşı edirsiniz. Xariqa xanım, siz Bakıda olmursunuz. Olur, niyə olmur? Arada gedir Dubai o pasiyentlərə görə. Niyə olmur? Xatun, əzizim, xatun idi bizim xatun. Bəs sən xatun haradasan bəs sən? Yox, o deyil. Bizim xatun deyil. Bir dəfə olur, həmisi o qədər yaxşılıq. Düzdür, hava belə bürcürədir. Amma hesab edirəm ki, istənilən hava şəraitində bizim əhval-ruhiyyəmiz yaxşı olmalıdır. Bu gün səhər biz bu haqda çox danışdıq. Hanı Pərvanə? Telefonu ver, bir dənə sən geleyim ona. Bu günləri olmaz axı belə. Mən dünən dedim ki, Pərvanə də burada olacaq. Pərvanənin fanatları burada yazırlar ki, hanı Pərvanə bəs. Kosmetolog neçə yaşı var? Əməyə baş ciddi. Neçə yaşın var, Xariqa? Sən deyəsən, bu gün subaylığın son gecəsidir. Ərə getməzsin. Xariqanı alan, bilirsən, bəh. İstedad Xariqada. Ondan sonra pul para Xariqa. Xariqanı yaradıq gecəsi. Sənə... Buyur. Başa düşmədim. Временно не доходит до вызываемого абонента. Pərvanəyə zəng çatmır. Bu Pərvanə başa düşmədim. Necə yana zəng çatmır? Bir dənə WhatsApp-la yoxlayaq. Bir dənə WhatsApp-la yoxlayın, zəng edin ki, oğlum, haradasan bəs sən? Gəl bugün bəs yemək pişirəcəkdir, ət orada qalıb, su orada, şey qalıb orada. Ondan sonra ərzaqlar qalıb orada, bugün gün xoraya pişirəcəkdir, gəlin. Xanım xatırında, bu göstərəcəkdim bəs. Nə oldu? Baxırıq, bəlkə də izləyir, görək biz nə danışırıq. Ay dostlar, ay mənim əzizlərim, ay ürəklərim. Demək sizə bildirmək istəyirəm ki, yay gəlir, birazdan istilər düşəcək, indidən gedir. Quba Mejid otelə bir baş çəkmək lazımdır. Mən sənə deyim, Xaliqa, gör nə gözəl təklifdir. Demək, Quba rayonu Küsnət Qazma kəndində, təbiətin qoynunda yerləşən Quba Mejid Hotel ailəvi istirahət mərkəzi olmaqla yanaşı yüksək səviyyədə sanatoriya kimi də fəaliyyət göstərir. Necədir? Gedirsən orada, təbiətin qoynunda, kutsalca axır, pəncə, hər şey var. Pəncərəni açırsan, çayın şırıltısı, gecə şırıltı sənə elə bir lay-lay çalır. And olsun Allaha. Ondan sonra yaşıllıq, meşənin içi, orada təbii bulaq qaynayır. Orada təbii bulaq qaynayır və o bulaqda da mineral maddələrlə zəngindir. Vanna qəbul edirsən, ondan sonra duz otağı var, xəstələr var, bəzi xəstələrdən əziyyət çəkən insanlar, xüsusilə asma, bronxit, asmadan əziyyət çəkənlər üçün ideal bir şərait var orada. Ondan sonra fizioterapiya böyük bir sahədir, hər şey var, idman, masaj, nə istəyirsiniz var. Ondan sonra təbii vannalar və üstə gəldə yemək
3 dəfə. Üstəgə hər şey, otaqlar lüks şey olsa yaxşıdır. Cəmi 47 manat 50 qəpik. Adamın biri. Adamın başı. Heç nə deyim, müftə. Müftə. Ona görə də zəng eləyin, nömrəni yazın maraqlananlar. 077 492 21 20 yaz. 077 492 21 20 055 629 27 26 və siz zəng eləyin. Hə, 077 492 21 20. Məcid Otel Sağlamlıq Mərkəzi. Həm burada demək istirahət edirsiniz, həm də müalicə olursunuz. Gelin 10 dəfə işləri də götür, apar, heç neçəyini. Gedin 2 gün gəzin, keyf eləyin özünüz üçün, istirahət edin. Hətta çox adamla bir həftə rezerv edənlərə indirim paketi. Bəli, hətta bir həftə siz rezerv edəcəksiniz, indirim paketi də var. Təsəvvür edirsən? Ne gözəldir. Xariqaya de, dursun, yemək pişirsin. Xariqa yemək pişirəndir. Onun əlindən yemək pişirmək, gəlir əlindən yemək pişirmək Xariqa. Bir dənə pomidor yumurta bilir. Yaxşı sən ol, eşmişəm qəşəng yeməklər pişirsən. Mənə çatanda heç biriniz yemək pişirəm. Pişirə bilmirsən. Mən sənin yeməkləri kim pişirim? Ona görə ki, boşuyum da səni də. Bir insan yemək pişirməyə bacarmaz. O necə ola bilər? Bəs sənin yeməklərini ərdə olanda kim pişirirdi? Alırdım, aparırdım da. Bu yetim ancaq hala hazır yeməklər yiyir. Yəni, neçə ildən sonra o bilibdi ki, mən akazvasi evdə olan Doğa, mən pişirdiyim deyil. Allahım. O vaxtı ləziz yolumun üstündə idi. Hə, oradan alırdın, gətirdin, qoyurdun qabağına. Bu da elə bilir ki, sən pişirmirsən. Bəhlə yiyirdi. Hələ o da çox imiş də. Dayı, mənim sözüm qalmadı. Nurjeli, sən bu boyda sən yemək pişirməyə bilməyəsən, bu çox minusdur ya, qadın üçün mən sənə deyim. Bəs nə işlə məşğul idin sən evdə? Evdə belə yüngül şeylər pişirirdim də. Məsəl üçün, pomidor yumurta eləyə bilirdim, kartoşka qızardırdım. Çoxsun polifabrikant alıb pişirirdim də. Elə şey, onu pul çatdırmaq olar. 2 nəfərə çatdırmaq olur. Vay, yox, çox çətinlik görün buradan biraz da. İndi hündürdən danışaq, hə, səsi də eşitmirik. Hə, can. Yaxşı ki, o səs eşidilmədi. Yaxşı ki, o səs eşidilmədi. Ya, indi bəs neyini mətbəxdə qonaqlar gələcək birazdan? Bir dünya, bunların yeməklərini falan kim pişirəcək? Kartoşka qızarda bilər. Sonra kartoşka da şey olar, qonaq yola verərlər. Olmaz ya, çoxsu da özdə tədbirdən zaddan gəlir, yazılar, acdılar. Kartoşka ilə olmaz. Uşaqlar, əziz uşaqlar neydi? Əzizlərim, ürəklərim, like eləyin. Hamınız like eləyin, baxaq görək, bəyənmə çox olsun, tıklayın ki, çox insanlar bizə baxsın. Nasibər xanımın gələcək, sürpriz qonaqlar gələcək, demirəm. Axıra kimi baxın, ondan sonra bilin ki, kim gələcək, kim gedəcək, kim olacaq. Hə, nömrəni deyim, təzdən deyim, 077 yazın. 492 21 20. Hə, uşağın otağını göstərəcəm, narahat olmayın. Xarik, gedək baxaq uşağın otağını. Bunlar öldürdülər məni. Uşağın otağına baxmaq istəyirlər. Gəlin, gedək baxaq uşağın otağına. Mənim ürəyim çox açıqdır. Adam var ki, deyib gizlədir. Onu çəkməyin, bunu çəkin. Çəkin, nə istəyirsiniz çəkin. Deyir, rast ki, çıxmışıq xalqın qabağına, düzdür? Onlar üçün də çox maraqlıdır da. Oy. Bu da mənim qızımın otağı. Heç vaxt inansın burada mən icazə verdim, amma hər anda istəyirsiniz, bax şəkilləri də görürsünüz. Onun otağı da.
Onun hədiyyələri, nə bilim. Belə də, hələ bir qismidir. Bir qismi də, demək, oyuncaqların bir qismi də rayondadır. Hamısında adları var. Bunun adı Ninadır, bildiyim qədər. Hamısına da ad qoyub. Bütün, demək, bunun gəlinciklərin hamısının adı var. Nina, Sara, hanı Sara? Sara hanı? Deyil, Sara. Ondan sonra Dodu, bunu Dodudur. Bunu bilmirəm kim oxşadıq bunu. Mənədə bir dənə Dodu var, uşaq onu oxşadıq, adını Dodu qoyub. Mişka, heç, hamısının, hansı ki kuklaların hamısının adı var. Gələn kim başlayır bir-bir, onlarla danışır, oynadır onları. Bu da bağda bir saçı qıxdırmışdı. Şəkilləri çəkmişik, hə, bağda o vaxtı. Burada 3 yaşı var, 3 yaşı. Hə, başını görünəcə daz eləmişik. Hə, bu da onun belə şəkilləridir. Allah hamımıza qismət eləsin. Bu da məktəbdir, məktəb şəkilidir. Hə. İlgizin kopyasıdır. Hə, bu da məktəbdən. Bilsin, ayaqqabına baxın, uşağın ayaqqabısına bax, balaca çıxıyor. Bunlar necə əzizləyir. Bu da bu kolanın adını bilmirəm. Bunlar da ki, belə kolardır. Bunu bütün gün o şey deyir, qorxuzur. Ki, sən bu güya qurtdur, nə deyirlər buna? Nəsə deyilir buna? Şimdi, belə. Allah sizin balalarınızı saxlasın, evlatlarınızı saxlasın. İnşallah bütün valideynlər evlatlarının xeyrini görsünlər. O cümlədən də sən, inşallah. Bütün balaların içində də bizimkilər. Amin, amin, amin. Allah sizinkiləri də saxlasın. Ürəyim, çox bəs qız görmə. Otağı göstərdim, mən otağa söz verdim. Yaxşı, indi də deyirlər ki, Lalə gələr bizə bir dənə şeir deyər də. İndi görüm gətirə bilərəm. İstəmir. Həmişə qaçışdır. Qaçır. Sən özün görürsən də. Fikir verdin, zorla. Bax, belədir də, mən neyiniyim? Nətər eləyim? Deyirəm ki, bura evdir, televizor deyir ki, evdir, gəl, yo, niyet, istəmir. Bu da belə, həkim olmaq istəyir. İstəyir həkim olsun. Salamlayıram səni də, Xarika xanımı da salamlayıram. Mən də salamlayıram. Çox sağ ol, ürəyim. Deyilirsən, nətərsən? Yaxşıyam, çox sağ ol. Canlıda ilə dostlarla edirik. Deyirəm ki, gəlin Elgizin canlısına dostlar. Bayaq siz boşanmış, mən müsait deyildim, amma baxırdım sizə. Hə, çox gözəl görünürsən. Giderim, birinci insansan ki, sən demək bu platformada ki, biz işə belə insanlarla görüşməyə başladıq. İlk qəbul etdiyimiz, ünsiyyət qurduğumuz sənsən. Uğurlar olsun sizə. Çox sağ ol, canım. Xarika xanım da çox gözəl görsənir, çox mükəmməl görsənir. Çox sağ ol əzizim, çox sağ ol, çox sağ ol. Yəni ki, nə qədər indirim edəcəksiniz? 20%. Yaxşıdır o. Yalnız bu həftə. Yalnız bu həftə. TikTokda olan xanımlar. Bax, dəqiq deyir söhbət. Sonra ki, davaza düşməsin daha orada. Deyək ki, bir də parol deyək. Xarika xanıma deyirsiniz ki, bəylər, bir. Bu bizim parolumuzdur. Demək ki, TikTokdan baxılmışsınız. Bəylər, bir deyirsiniz və gəlirsiniz 20% güzəş kazanırsınız. Yalnız bu həftə. Yalnız bu həftə. Prosedurlar nədir? Bütün proseduraları. Hamısını. Bəli. Çox gözəl. Baby shop. Baby nə deyirlər ona? Baby face. Baby face. Ondan sonra bir dəqiqə vaxt. Bunu indi eləyirlər də. Ondan sonra bakım da, cilt bakımı, ondan sonra göz Hər şey, bütün proseduralara Elgizin TikTokundan kim gəlirsə, yalnız bu həftə 20% endirim. Parolumuz da budur. Bəylər, bir. Deyirsiniz, bəylər, bir. Və gəlirsiniz bu prosedurlardan gözəl keçirsiniz, 20% endirim. Bəs telefon nömrəsi? Telefon nömrəsi 050 303 0209. Yox, 050, bir də deyil. 050 303 0209. Demək, dostlar, maraqlanırlar, hə, bizə zəng... Oy! O gör kim gəlir, kim gəlir. Can! Xoş gəlmişsən, səfa gətirmişsən. Nə yaxşı gəl... Aslan demirəm ki, mən çıxaracam. Xoş gəl. Krassan, ev yoxdur, canın sağ olsun. Oradan taxın onu. Az bu nə gözəldir, bu nə qəşəng qızdır. Kimdir bu? Səhradır, balaşın qızı. Ay, nə danışırsan? Bu belə gözəlləşib. Gecə atasını oxşur. Ay Allah, babamız adı yaşasın. Balaşın qızı, ay Allah, can. Elgizim, bunu sənə gətirmişəm. Valla əziyyət çəkirsən, quram haqqı əziyyət çəkirsən, bana satın. Sən ondan da yaxşı olur. Yox, özü taxacam, keç Bir də bacımdır da, bacım. Oli xanım. Gəl Oli, gəl. Oya, çox xoş gəlmişsən. Canım, gəl əyləş. İşləmədi, yanmadı. Yaxşı tapmadım. Gəl. Yox, gəl orada otur. Gəl əyləş.
Gəl sən soyunma. Ay Allah, bu da gözəl. Nə yaxşı elədin bu uşağı gətirdin ha. Ürəyim açıldı axı. Gəl sən qırma. Mənə bax, sən kimlərə oxşayır o şokoladların üstündə belə yayılıb bağlayan. Ay Allah, səni qurban Bu olarım. gözləri kopya rəhmətli Çox oxşayır. Olsa amma konkret oxşayır ha. Ay Allah, oxşayır, çox oxşayır. Ay Allah. Necəsiz, nə edirsiniz? Can, ay Allah. Deyir, oxşarlardan söz gedir. Sən gəl, ablar gəlmişdi mi? Xatınla biz Hüseyin verilişində. Gəl əyləş də bu doğruda şöyləsin. Gəl əyləş. Gəl əyləş yaxşısan. Gəl, qoy vurur. Gəl otur. Ailə şey olar. Xatun başçısıdır. Xatun, Quran haqqında yazırlar ki, Qurana and olsun. Yazırlar ki, qadınlar ki, Elgiz deyir, biz xatunu səndən sonra ki, sən onu necə sevirsən onu deyir. Səndən sonra deyir, biz xatunu sevmişik deyir. Allah. Canımsan. Düzdür, o günlərdə çəkməmişəm məni. Dayı. Onu da kimlər görür? Necə? Girmişdim seyircisi olmadı. Hə, görsən baxırlar maşallah da görürlər. Mənim özümə deyirlər ki, indi bu Hamı buranı soruşur ki, bura nə deyirəm ki, bura 176 min insan bəyənir hal-hazırda. Çox təşəkkür edirəm Mürəm. Çox sağ olun, var olasınız. O gün bizdən 1 milyona yaxın oldu. Bilirəm, var. Afa xanım getdi axı. Uca biz yayımı saxladıq da. Deyirəm, gör nə qədər avamam ki. Afa xanım getsin də, yəni sən niyə saxlayırsan bu Bilmirsən yayımı? axı bunu. Hə? Bilmirsən axı hələ buranı. Bilmirəm də, başım çıxmır, təzə-təzə. Günel mənə nələri öyrətdi, otur. Doğrudan. Allah haqqı, Günel maşallah. Qəşəng xörək var, bozbaş. Sən mənim canım. Yerimiz məlum, mama gildə o qədər yemişik ki. Bozbaşı, ev bozbaşı. Elə qəşəngdir. Rəhmətli yemək yemişik mama. Gidiz, nə pişirmişdim ama? Mama düşbərə. Hamı soyuldu da. Bunu gətirim sənə üçün sabaha. Şey düşmərə. Sabaha düşbərən gətirim pişirim sənə Sən üçün. niyə getmə? Deyirəm ki, Valla. O bu tayı heç kimi saymır. can. Bu indi çıxsana Elgiz. Çox təşəkkür edirəm. Demək, Xariqə ilə bizi oxşatmışlar verilişdə, oxşar kimi. oxşadılar. Eyni, rəhmətli də bizi indi bəzəməsin. İkimizə eyni paltar giymişdik, eyni paltar. Bəlkə eləyəm. Yox, eyni paltar giyməmişdik. Biz Qara paltar giymişdik ki, ikimiz də eyni giyinmişik. Nəsə eyni elədi bizə. Makyajımız eyni elədi. Mən başda göstərdəsi. Efirdə göstərdilər. Ay Allah. Hə, göstərdilər. O verilişimiz var idi. Burada eləyək də, onda bunu da. Burada eləyək də. İkimiz Niyə eyni bunu paltar oxşamar geyik. o vaxt? Afa xanımın oxşarı 2 milyon səs Ay Allah, o qazandı. uşağı yiyərəm mən. İnanırsan, şirin, şirin. Düz 2. Hələ tək mənim səhifəmdə 2 milyon. Uşaq səs qazanır. Allah gedin baxın, bu da TikTok səhifəmə baxın. Verilişdən sonra baxın, 1 milyon 200 neçə min isə burada 1 milyon ümumi bizim Elgizlə izləyən səhifəsi. Hələ o biri platformada da nə qədərdir bilmirəm. İndi gec çıxdıq evdən, uşağı zad götür. Olibilli. Az bəs də daha evdən çıx da. Gedirik Elgizi yer yığışdırma. Sən bacın deyir. Yer salmağa gedirik, cəmaat istirahat edir. Elza yığım. Hə. Nəsə danışmışıq ki, Elza'nın gəlməli idilər. Gəlsəydi, hə, Gözlər deyir, hə. Zəng gelib, deyirəm ki, səsimi dəyişmədim. Bayım istəyirəm. Sizə bir sual vermək istəyirəm. Buyurun, başqa da örnək yığmışıq ha. Deyirəm ki, siz İlgiz bəy öz səhifəsində bildirdi ki, siz gələcəksiniz qonaq. Hə, 12-də gələcəyəm deyir. Sərdən Günellə idi. Yox, elə biraz oynadıq Günellə. Ki Günellə də bizim Ələkbərova. Salam deyirdi o da sənə. O şeydi, nədir bu, maşallah bu işdə Hə, o bilir, peşəkar, hər pul şey qazanır bilir. hə. Vallahi bilmirəm, qazanırsa halal xoş olsun. Hədə ya oturub qəşəng qazandı, əl ayağı təmiz. Biz bilmirik belə şeyləri. Vallahi. Günel mənə öyrədəcək hamısını. Elgiz əmigilə gəlmişik. Sən verilişə gəlmişdin, yada gəlir. Xatun, rəhmətlik, bir də uşaqlar verilişə çıxmışdınız da. Hə, sən Ekskluziv. Yadıma gəlmişsən gəlmiş. səhər verilişinə. Yada gəlib çıxmışdınız hamınız. Uşaqlar onda balaca idi bunlar. maşın şoudan sonra. Hə, maşın şoudan sonra. Sonra ilk sənin verilişinə Hə, ilk çıxdıq. mənim verilişimə gəldiniz. O qalır da bizdə folklor. Folda qalırmışdı, danışmışdı orada da kim sən sual verdin ki, kim bəzəyərsən, kim bəzəməzsən. O da demişdi, rəqsanəyə bəzəmərəm, zatı rəqsanə zat küsüb eləmişdi. Yaxşı. Sağ ol. O yadımdan çıxıb da olar. Gör neçə bundan qabaq olub. Hə, o yadımdan. Hə, rəqsanəyə də salamlayırıq. Rəqsanəyə də salamlayırıq əlbəttə. Hə, bundan öpürəm. Bu oxşarlar dəhşətdir ya səndə. Hə, çox maraqlıdır. İdeyalar tapırsan. Tamam. Bu ölkədə ideya tapmaq üzrə, yəni ki, indi də ideya qıtdığında da yenə də Elgizdir, valla. İnşallah. Allah səni var eləsin. Akademik şəkildə eləməksə, hə can? Üzün görünmürsən. Hə, üzüm görünmür, ev yoxdur. Can, gəl. Gəl get ora. Yox, gəl, get. Get bibiyin yanına. Gəl bura. 31. Zəhra danış da neçə yaşın var? Zəhra neçə yaş? 5. 5 gün. Məktəbə getmirsən Zəhra? Qız Danimarka qızlarına oxşuyur, Avropa. Bir dənə rəqs eləyir. Bir dənə oynayarsan da, hə, rəqsə qoyacam.
İstəyirəm Fatimənin yanına aparam. Orada nə gözəl. Uşaqlar. Elə oynamır. TikTok mahnılarını oynayır. Qoy bir dənə mahnı qoy sən üçün. Benami, danami, nənəni. Belə mahnılar qoyma sən ona. Uşağa belə qəşəng şey mahnılar öyrədin. İndisk mahnıda nə Hansı bu TikTok mahnılar uşaqlar olursa? oynayır? Nə mahnılar Yox, sevirsən? yəni- Megan mahnısını oynayır. Megini. Megan var ya, o dəli kukla. Sonra hamı oynayır. Hə. O paltarını istəyir, bax, gelir, onun sifətinə bax. Aha, bu həm də qızım. Onu hardan O alırlar? Megi. Ay Allah, hə. Qoy. Onu şəlalət kimişdi, ayağının qızı üçün. Megi, hə. Hamı deyir. Qızımın kuklası var da Megi. Bacımın qızı. O tikdirmək lazımdır, şəlalə tikir. Ona oxşayan paltar aldırtdırdı mənə. Megi. Mən dedim bu Megi kimdir o? Megan hamıyı, ayağının qızı yoxdur. Onu giyinmişdi, amma onu heç yerdən tapmaq olmur. Ayaqqabısı da var, bir də parik olur onun belə. Sağırı parik qoyursan. Hə. Megi'dir qızın adı. Megan'dır, hamını öldürür. Dura bir dənə şey, multi qəhrəmandır. Başda çatmır. Uşaqlar sən özün kinosuna baxmısan. Ona da oturub baxırlar. Deyirəm də. Ay Allah. Saat ailələri Bir şeydir. Hə? Xoşu gəlir. Xoşum gəlir ondan. Hə, deyir elə deməyin, ondan xoşum gəlir. Sevgi belə. Qız qaldı asıl çay. Yox, sən bunu gülü qoy. Gül oyuna qoy. Narahat olma, biz yiyib içib gəlmişik. Gül, bax, gül. Necə? Zəhra doğrusu nədir? Zəhra get sən birinin yanında otur, gəl yanıma, sən. 191 insan bizi bəyənir. Təşəkkürümüzü Get sən rahat bildiririk. otur. Çox sağ ol. Get sən birinin yanına. Ne orada otur. Gəl sən burada. Majid Hotel. Quba rayonu dəhşət Küslər deyir ora. Qazma kəndində görsən, hə, hamı danışır Getmirsən, oradan. Təbiət sən boyunda gedərik də, yerləşir biz Quba. Mayda. Majid Hoteli ailəvi istirahət mərkəzi olmaqla yanaşı yüksək səviyyədə sanatoriya kimi də fəaliyyət göstərir. Duz otağı, mineral su vanaları, fizioterapiya, masaj, zəri ilə müalicə, ozon terapiya kimi tibbi xidmətlərdən yararlanmaq mümkündür. Həm dincəlib, həm də müalicə ala bilərsiniz. Quba Majid Hotel və sanatoriyası bizim seçimimizdir. Sıra sizdədir. Quba rayonu Küsnət Qazma kəndi. Cəmi 47 manat 50 qəpiyə. İnanılmazdı qiymət. Zavtrıq içindədir. Hər şey. Abed, Nə istəyirsən? Abeddir. İnanırsan, heç nə şeyə. Özdə o cür təzə sanatoriya istər ki, insanlara yəni pul güdmürlər də hələ ki. Reklam xarakterli. Hə, demək telefon 07 çox bəyəndim. Deyir, Instagramda paylaşdım 077. Demək, qoy nömrəni deyim 077 492 21 20 yazın. 077 492 21 20 055 629 27 26 Quba Majid Hotel. Bax belə. İcazənizlə gedim. Gedirsən, hə, can, sən yolu salıb, şağa soxub salıb. Gedirsən? Neçədən buradasan? Sübh namazından. Sən otur, cəmaatlı sualları cavablandır. Sağ ol canım. Qəşəng uşaq da otursa, ayaq. Hə, biz buradayıq, hə. Otur, cəmaatla danış. Parodiya zad elə, darıxmasınlar. Baxın görür tamaşaçı orada iki qat qaldı, bax mən gəldim. Hə, yaxşı. Keçən də otur, bacından sualları cavablandır. Bu günləri üzümə prosedurlar eləmişəm. Üzümə prosedurlar eləmişəm bu günləri. Botoks elətdirmişəm. Sonra belə qidalandırıcı deyirlər, sabaha gözəlləşməliyim. Ona görə makyajsızsan. Hə, bu hardan gəlib? Bəh, bəh, bəh. Xeyla buranı düzəltmişsiniz ha. Xoşunuza gəlir. Şirniyyat daha istəmirsiniz. Kökəlirsiniz. Nə var, nə? Bugün qonaqlardan kim var? Yoxdur. Özəlimiz öz başımız. Bugün özel olaraq veriliş mənlidir. Nə alçan verdin mənə? Bax, bax sənə. Zəhra, burada özünə bax, bax. Nə yazırlar? Yox, formada deyiləm. De bebeğe bax. Yanımdakı balaşımın qızıdır. Burada yoxdur ki. Göstərir, oradan göstərir. Deyib, Ora bax, Zəhra, ora bax. adı Zəhradır. Zəhra, salam de hamıya. Salam. Dilin yoxdur, əlvi tərpədənə qədər. Biri də evdədir. Bu mənim ulduz qızımdır. Mənə çox istəyir. Bizi ilə takılmağı çox xoşlayır. Doğrudan xoşu gəlir. Alçı hardan gəlib? Yuxarılardan? 9 dənə də elə bilir. 9 vur 9 bilir baş. Yazıb ki, göy gözdür. Yox, yaşıldı bunda, batsında göydür.
De oyna da onlarsın. Bir də oyna da, mahnı Deyəm, qoyar. stol üstünə çıx, burada oyna, qumi, qumi, qumi. Qumi, qumi, Qoyum qumi. sənətçi mahnını. Özünü görüb orada. Xoşu gəlir, hə? Yaxşı. Zəhra, ora bax da, sən orada bax. Demək, bizi izləyən hər kəs salamlayırıq. Bəli, buranı arenda tutmuşuq. Bura studiyadır, bəli. Bahalı bir studiyadır. Bəli. Oturmuşuq, yeyirik, içirik və sizinlə görüşürük. Təzə elə bir qonaqlar gəlib, hamısı paypuş gətiriblər. Bəli. Adam deyirəm, bir dənə də mədəsi olardı. Vallahi 2 mədə ilə bu işləri görmək olardı. Sən ayaq üstə quruyub qalmışsan. Çox əşkən baxın. Görək, azalmadı. Yox, azalmır. Çoxalır. Sübhanə xanım. Şübhanə xanımı da salamlayırıq. Bəli. Canım mənim. Canım mənim. Gəl, söhbətlər var. Söhbətlər Sənə çoxdur, rəhmət. Sənə WhatsApp-a qəşəng səs atmışdım. Prosta vaxtın yoxdur qulaq asma, bilirəm. Nə atmışdın WhatsApp-a? Onu gərək saz götürəsən sinən. Teşekkürler. Canım, ürəyim 201 min insan bizim söhbətlərimizi bəyənir. Çox təşəkkür edirəm. Uş, mənim gözəlim Mina, sən üçün yazılır, uşaq üçün yazırlar. Ay Allah. Zəhra, pamadan harda çəkibsən? Bayaq mən biraz şey eləyəndə götürdü pamadanı çəkdi. Xoş, uşağı belədir. Çəksin, niyə deyək? Özü xoşlayır. Uşaq üçün olur da kosmetik şeylər. Hə, bu elə bir ki, böyük uşaq üçündür. Can, çox təşəkkürlər, var olasınız əzizlərimiz. Tıklayın dostlar. Yox, balaşım rəhmətliyin bacısıdır o. Elə bilər yoldaşıdır. Yox. Bacısı. Mənim bacım Ülviyə. Ülviyə, hə. Nəsə sahibidir bacım? Bacım lazer. Ustasıdır. Hə, lazer. Ona görə hamısı maşallah bütün. Lazerdə onu da elə o vaxt İsraildə Deyirəm yaşayırdı. ki, kimin pulu var? Hərənin əlində bir dənə aparat düşüb, ancaq hələ ütür. Hə, özə bu dəqiqə bütün qiymətlər düşüb aşağı. Yox, bu lazer olmayanda bu cəmaat güya neynirdi, nətər edirdi. Hara baxırsan lazer, hara bax. Amma cığ iyindən, tük iyindən inan yoldan keçmək olmur. Cığ, hamının tükləri. Özə ki, maşallah tüklüdülər. Kişili arvadda hamı lazerdədir. Hə, tüklüdülər, ona görə... İnan gələn ki... Aparat tapsan necədir, yaxşısı bahadır. Bir evin qiymətidir. Ha, alırlar hamı, bu lazer hamı, hərə kimin pulu var lazer, hamı ütür. O vaxt biz işləyəndə... Yəni ki, o vaxtda... Deyirəm, o lazer olmayanda cəmaat tüklü gəzirdi, nə olurdu ki, bəyəm? Heç nə, başqa üsul... Başqa üsullara əl atırdılar. Çox maraqlıdır. Prosta lazer yavaş-yavaş elə bir ki, azaldır da, o tükür. Və yazıb ki, bir xatun ki, mən lazeri sevmirəm, ziyandır. Niyə ziyandır ki, görəsən? Ziyan indi lazer ustası gələr, danışar da. Ay qız, gəl danış görək, deyir, lazer ziyandır. Deyir, toyuğa dönmüşük, deyir, lazer. Bədər biri yazır. Aa, nə gözəl. Ya Allah, Yasifdə, toy gəlsin. Toy. 9 danış. Ay Allah, 9'luq. Bu deyir, lazer deyir, ziyandır, deyir, nəyə ziyandır? Lazer baxır hansı aparatla eləyirsən, hə? Bir kabelka aparatlar çoxdur. Bəli, ay neçəsinə istəyirsiniz toyu, xanım? Apyazısı. Hə? Necə? Selektrdasınız xanım, necəsiniz? Selektrdasın, söz səsini. Çok zor oluyor. Mineye sıkıntlayalar, bu ne müsibet diye. Mətanə dəsə də var. Bizim mətanə. Bu nə nömrədir, bacı? Təzə nömrədir. Şimdi bak ora bak. Hara baxırıq? Nə oldu adı? Güzel gələn Ay Mətanət. Sən dünya boyda mənim sənətim var. 6 aydır, 5 aydır məndən xəbərin yoxdur. Xəbərin yoxdur. 7 qulluqçu işləyir evimdə. Yemək yedə biraz. Yox, soruş ki, nə yiyimsən? Nə yiyimsən? Heç nə. Necə bu 7 qulluqçu ilə işlə? Mən gələk öz yeməyimi gələk özüm eləyəm. Yaxşıdır. Heç birini yaxına buraxmıram. 7 qulluqçu pişirirlər, gətirirlər, qoyurlar, özləri yeyirlər, özləri otururlar. Ay Mətiş, bəs bu 7 adam sən niyə saxlayırsan önündə? Ay qız, bunların pulunuzda niyə yiyim? Qoy otursunlar, baxıram, fəxr edirəm. Otursunlar sırayla bir-bir, 7 nəfər, otururlar belə.
Hazırlaşırım. Ben tarihdə mən istəyirəm akademik şəkildə. Hara getdi bu? Allah sən gələdilər nə olur? Dünya boyda sənətim var mənim. Dünya boyda. Amma paxıllığımı çəkir. Hamısı mənə paxıllıq edir. Acıyacam mən sizə. Ay o gün razı mı qarnədi? Yox bax görsən, mən səni, həqiqətən sənin sənətin böyüdü. Mətiş, mən sənə bir söz deyim. O vaxtı demək, mən Türkiyədə olanda, demək, orada müğənnilərdən danışırlar. And olsun bu günlə, əziz günlə. Demək, orada sənin o gün mən dedim də onu efirdə, o ana muğamı ki oxumuşsan, belində şal. O ana muğamı ki oxumuşsun, sən belində şal, ana muğamı. Harada bülcür gedir, harada bülcür gedir? Yox, burada indi danışırsa sənə mən də yanmışsan, amma... Zadyaşka ilə gedir, səslə ilə gedir. Eybi yoxdur. Deyirəm ki, parodiya edirdim biraz. Sən o duzlarımı danışır ki, duzsan da sən duz. O nə bilir, mən sənə demişəm ki, 7 qulluq işləyir də. Orada sən demişəm. Bu nə hərəkət deyil, mənim dalınca danışır. Sənəm, 10 dənə qulluqçular olmalıdır. Sənin elə qabağında qulluqçular. Qoy mənim haqqımda bunun hərsi çəksinlər. Onların hamısını oldu bilsən də neylər? Elgiz sənin fanatdan. Allaha and olsa nə söz deməmişəm mən ki, 7 qulluqdur. Doğrudan harada deyir? Hə, necə deyim? Öncəki bizdə kimdə nə gəlib işləyənlərə onda baxdında. Sonra yaxşı başıma oyun açdılar, ona görə də hamısını özüm edirəm. Təsəvvürü və ayağımın altına açın. Təsəvvürü ayağımın altına. Bizdə iştirak görüblər, amma mən kuxniya, yeməyə heç vaxt heç kimi qoymamışam. Özüm o qədər ora-bura qaçmışam. Özüm bunda maşallah o qədər idi ki, vaxtım yox idi, evdə çörək yeməyə. Hamı baxırdı, mən az dedim. Zaten studiya, televizor, toy, bax dayanmırdım da ona bir dəqiqə. Ona görə yoxsa 7 qulluqdur. Mənim 7 qulluqsuz saxlamağım toxunmur. Niyə yoxdur? Norf, Allah'a şükür. Var. Mənim qədər toy oxuyan, çoxlu əlində pulu olan, qızlı brilyant olan, axırda da heç nəsiz oturan insan yox. Eybi yoxdur. Acam, qocalmamsan ki, inşallah sənin elə günlərin qabaqdadır. Sizin məndən 5 aydır, 6 aydır məndən xəbər. Ay Mətiş, axırıncı verilişimizdə necə gözəl idin orada, hamıdan gözəl idin. Getdiyə veriliş efirə. Veriliş efirə gedib, xəbəri var. Təkrar getdi. Təkrarını da verdilər. Bəli, bugün təkrarını da verdilər. Tutuşdu. Bir şey demiş. İnanırsan Ergiz, Allah sənin bugün də bax o uşaqları gördüm. Allah evdə həmişə bu qonaqlı qalır. Sağ ol həyatım. Sən həmişə imam süfrələri açırsın. Sən gözəl balaları kəsilmirsən, könlün açırsan. O mənim gözəl balalarımı. Can, Allah köməyin olsun. Mənim balaşımın balalarının. Allah Teala o uşaqları o qədər bəxtlərə cərgəsin. Amin canım mənim. Amin. Dedirəm ki, onları səndən görür uşaq inşallah. Amin. Məskəni salmasın. Əlbəttə can. Arzuları gözü yolda qalmasın. Allah xatunun əziyyətini itirməsin. Mamasının başının üstündən əski eləməsin. İnşallah Allah çoxlu ruzlusun versin. Bağışın da ruhu şad olsun. Amin. Amin babacı. Çox sağ ol. Allah sənin də ölənlərə rəhmət eləsin. Nə eləmişsən Allah hamısını sənin axirətinə yazsın. Bir də balovun qarşısına çıxarsın. Çox sağ ol həyatım. Allah sənin canını sağ eləsin. Tərəziyə qoyulan bir insansan. Çox sağ ol ürəyim. Sən də səsin həmişə yuxarılardan gəlsin. Həmişə səsi beşlər. Hardasan ay Mətənə? Hardasan? Harada olacam? Evi. Gəl də, gəl otur. Evdəsən? Həmişə oturub o yeməyisin axırına çağırırsın. Ay bala, bizim qapı sən gəl, özgəsən bəyəmsən. Min deyil, xatun necə gəldi? Qapı açıqdır, heç mənə çağıran yox idi. Xatun özü gəldi. Gəl də gəl çayızlar içək. Gəl. Allah! Gəl bizə, biz hazırıq səni dinləməyə də, danışmağa. Bəh. Can, ürəyim. Sənətkarsan, Allah səni var eləsin. Gəl ürəyim, gözləyirik səni. Qəşəng Bozbaş. Bildirmək istəyirəm ki, Quba Majid Otelin demək dəstəyi ilə siz baxırsınız, dinləyirsiniz, seyr edirsiniz bizi. Majid. Quba Majid Otelin dəstəyi ilə.
Məcid Otel sağlamlıq mərkəzi. Həm burada demək istirahət edirsən, həm də müalicə olursunuz. Demək, like eləyin. İnşallah hamınız like eləyin. Tıklayın dostlar, tıklayın. Ki daha çox insan bizi seyr eləsin. Çox təşəkkür edirəm. Allah hamımıza can sağlığı versin. Mətanət gəlir birazdan. Arıqlat da deyir məni Elgis. Ay, deyir ki, keçəl dərman birisi öz başına sürtər. Ay bala. Nə arıqladır da? Ancaq elə ki, bizdə Elşad Rızayevdir də. Ancaq mədə Dərman var, işləmə. Padzop əladır. Nə? O şey eləmə, reklam olur, söyləmə. Dərmanla o şey əmələ gələn şey deyil. Çox köklərim. Təzdən o 2 qatı gəlir ya. Mən dərman içdim, arıqladım, yenə köklərmişəm. O boş şeydir. Dərman, mərman hamısı müvəqqətidir. Vallahi. Çay zat da müvəqqətidir. Çay yaxşıdır amma. Yaşıl çay görsən ki, ododayı bağırsağı yura biləsiniz. Demək, bizim insan bağırsağında elə Allah onu elə yaradıb ki, orada müəyyən fermentlər var ki, onlar bizim qoruyuculardır. Amma bu yaşıl çayı ki, içirsiniz davamlı, bu bütün o fermentləri də yuyur aparır, bağırsağın səthini çox nazikləşdirir və insan bunu ara vermədən içəndə xəstəliyə tutulur. Yaşıl çayı davamlı içmək olmaz. Məsələn, için bir müddətdən sonra ara verirsiniz. Yaşıl yoxsa arıqlama çaylarını deyirsən? Hətta o arıqlama çayları. Onları çox davamlı içmək olmaz. Yox, olmaz. Dostlar, təşəkkürümüzü bildiririk. Çox sağ olun. Birazdan yenə də qoşulacağıq. Saçım nə püsdən olur. İnşallah. Öpürəm. Allaha əmanət olun. Öpürük. Allah var eləsin. Xalqımızı, millətimizi qorusun. Öpürəm sizə. İnşallah birazdan sonra mətanət gəlsin. Yenə də qoşulacağıq. Yayımın baş sponsoru Majid Otel Sanatoriyası.